Biz doğulduğumuz andan etibarən ömrümüzün sonuna qədər nələri isə öyrənməliyik. Bəzi şeyləri çox çətin, bəzilərini isə çox asanlıqla öyrənirik. Allah valideynin öhdəsinə vəzifə qoyub ki, uşaqlığımızdan bizə həm mənəvi, həm də fiziki yön versin və çətinlikləri aşmağı öyrətsin. Bəzən ilk addımı atmaqla, bəzən bir kəlimə ilə, bəzən də bir təbəssümlə. Sadəcə ata bir tikə çörək qazandı, ana onun uşağın ağzına qoydu. Bu, tərbiyə və vəzifəni tamamlamaq deyil. Tərbiyənin yarısı, hətta bəlkə 2/3 mənəvi dəstək və güvən verməkdir. İlk addımını atan körpənin qarşısında ata və ya ananın üzündə gülümsəmə ilə qollarını ona açması bəs edir ki, uşaq qalxıb hərəkətə keçsin. Ən təməl mənəvi dəstəyi aşılamağın yolu isə evdə ata ilə ananın bir-birinə dəstəyi. Hər çətinlikdə Allahın varlığını, gücünü və qüvvətini bir-birinə xatırlatmasıdır. Belə olduqda uşaq böyüyüb cəmiyyətə atıldıqda hər zaman Allahın varlığını xatırlayar. Hər sıxıntıda ona sığınıb kömək ala biləcəyini anlayar və ailədən öyrəndiyi mənəvi dəyərlərlə öz yolunu tapar. Bu da səbəb olar ki, o, bu gücü kənarda axtarmasın. Necə gəldi pis insanların və pis mühitin istifadə obyektinə çevrilməsin.